Bugün Neftçilərdə Manat Story adlanan çox gözəl xırdavat satılan bir dükkanda oldum. Qiymətləri o qədər ucuz, münasib idi ki, sizlərlə də çəkib paylaşmaq istədim. Gördüyünüz bu pankek yumurta tavaları cəmi 10 manatdır. Keyfiyyəti də həqiqətən də çox gözəl idi. Kiçik və böyük ölçüdə blinçik tavalar da var idi. 360 dərəcə fırlanan krantlardır. Hər istiqamətdə fırlanır. 2 ədəd də üzərində isti soyuq şıvanqı var. Mətbəxə və vanna otağında istifadə etmək mümkündür. Qiymət də cəmi 8 manatdır. Bunlar da günəşdən enerji alan işıqlarda bir ədədi cəmi 9 manat 90 qəpidir. Həyətdə torpağa bastıra bilərsiniz. Cəmsi 29.90-a həm ustalar, həm də evdə lazım işlər görmək üçün istifadə edə bilirsiniz. 2 dənə 48 watt bateriyalı şurpaviot drellər. Qiymət 29.90. Əldə etməyə tələsin. Qaşıq qablar həqiqətən çox keyfiyyətli və iri ölçüdə idi. Qiymətləri 5 manat 80 qəpik. Bu şəffaf rəngdə olanlar, kiçik ölçüdə olanlar isə 4 manat idi. Gördüyünüz bu qapaqlı iri ölçüdə qab isə cəmi 6 manatdır. Altılı ədviyyat qabı cəmi 14 manat idi. Məncə bu qiymətlər həqiqətən də digər mağazalara nisbətən çox münasib idi. Kiçik ölçüdə gül qabılar 4 manat, iri ölçüdə olanlar isə 5 manat idi. Saxlama şüşə qabının qapağı da silikonlu idi. Çox iri ölçüdə bir qab idi. Bunun qiyməti 4 manat. Biraz kiçik ölçüdə olanlar var idi. Onlar da qiymətləri ölçüsünə görə dəyişirdi. Gördüyünüz bu soba qabı isə şüşə qab cəmi 4 manat 50 qəpik idi. Qalan xırdavat əşyaları nə görsəniz 1 manat 2 manat arasında qiymətləri dəyişirdi. Bu dükkanda istədiyiniz xırdavatı tapa bilərsiniz. Hətta kürəyə qoymaq üçün bankalar belə var. Sponcular var xanımlar üçün. Doğrama taxtalarının qiyməti isə cəmi 1 manat 2 manat arasında dəyişirdi. Mənim ədviyyat döyən qabımdan da var idi. Məndə də bu qabdan var. Bunun qiymətini tam olaraq yadımda saxlaya bilmədim. Müxtəlif ölçüdə zibil qabları, termosların qiyməti 8-10 manat arasındaydı. Hətta uşaqlar üçün, məktəbli uşaqlar üçün də kiçik ölçüdə termoslar var idi. Onların qiymətləri daha ucuz idi. Bundan başqa gördüyünüz kimi evə lazım olan nə istəsəniz buradan əldə edə bilərsiniz. Saxlama qabları da bol idi dükkanda. Bu beşli saxlama qabı da çox keyfiyyətli idi. Əgər Neftçilərə yolunuz düşərsə mütləq bu dükkana baş çəkin. Ünvan sonda qeyd olunacaq. Buyurun, izləyin. Gördüyünüz ki, bura Neftçilərin kruqu. Neftçilərin kruqundan üzü Vasmo istiqamətinə çıxış, yəni veteranın Vasmo istiqamətinə çıxışı, Neftçilər ticarət mərkəzi, Rahat market, misafir restoran çıxışı. Oradan mağazamıza necə gəlmək olar, onu sizə göstərirəm. Rahat marketdən, yəni Rahat marketin yanı da görürsünüz 9 mərtəbənin qutaracağındadır. Yəni mağazamız Rahat marketdən 50 metr qabaqdadır. Gördüyünüz kimi burada videonu sürətləndirmişəm. Siz daha rahat izləyə biləcəksiniz. Yəni mağazamız çox rahat yerdədir. Mağazamızdan üzbəcdə avtobus dayanacağı var. Onu videoda göstərirəm. Gördüyünüz kimi avtobus dayanacağı. Avtobus dayanacağından da mağazaya maksimum 25-30 metrdir. Yəni çox rahatdır. Bura gəlmək lazımdır. Mağazamızın adı Manat Store. Gördüyünüz kimi Vit Aptekin yanında rahat bir yerdə yerləşir.